Biləsuvarda 2 həftə ərzində nə az nə çox 26 nəfəri it dişləyib və bununla bağlı da məhz xəstəxanaya müraciət edilib. Bəli, Gündəm xəbərin efirində 4 aprel tarixdir və bir mühüm məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Biləsuvar rayon mərkəzi xəstəxanasına son 15 gün ərzində İt dişləməsi səbəbi ilə 26 müraciət daxil olub. Bu barədə reporta xəstəxanadan məlumat verilib və bildirilib ki, onlardan 13 nəfəri kişi, 4-ü qadın, 9 nəfəri isə uşaqdır. Yəni az yaşlı olub. Pasientlərin hər birinə zəruri tibbi yardım göstərilib və vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar. Biləsuvar rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi idarəsi üzrə icra nümayəndəliyindən də bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılması məqsədi ilə müvafiq qurumlara müraciət edilib və yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq. Ümid edirik.